Budur mənim o ceyranım. Ceyranımdır ceyranım. Oh, budur bax. Əynimədir. Rəngi də əladır, superdir o. Mahnı necə idi? Deyir, onun mopedi də var. Gözəldir, gözəl. Sürücüsü var. Özəldir, özəl. Əladır, əla. Şəhərin küçələri məni gözləyir artıq. Görəsən neçə at gücüdür bu. Canavardır, canavar. Mühərriki bunun hardan işə düşür? Salam dəyərli müştərimiz. Ay, salam Mələkə qızım, necəsiniz? Yaxşı olasınız. Necə kömək edə bilərəm sizə? Köməyə ehtiyac yoxdur. Hər şeydən xəbərim var. Demişsiniz ki, 11 nəfərə moped verirsiniz, düzdür? Hamıdan qabaq gəlmişəmmi? Bu moped mənimdir, bunu bükün. Yerdə qalan 10 dənə də kimindirsə xeyirli olsun, uğurlu olsun, təşəkkür edirəm. Mühərriki hardan işə salırıq? Amma dəyərli müştərimiz, siz yenə kampaniyanı səhv başa düşmüsünüz. Yenə başladınız bax, yenə başladınız. Nə zaman ki, əsas da sən, nə zaman ki görürsünüz üzüm gülür, o dəqiqə kampaniyanı səhv başa düşmüsünüz. Nə var burada səhv başa düşülməli? Nəyi düz başa düşməmişəm yenə? Amma əslində şərtlərimiz çox saydadır. İstəyirsiniz mən deyim? Deyin. Siz Araz və ya Spar supermarketlərindən Araz müştəri kartı və ya tətbiqdən istifadə edərək 10 manat və ondan daha çox Duru, Faks, Arko məhsullarını alırsınız. Bizim Instagram səhifəmizi izləyib əsas vizualın altına qatıldım yazırsınız. Bundan sonra o məhsulların qəbzini bizim mesaj qutumuza göndərirsiniz. Kampaniya müddəti isə 15 yanvardan 15 fevrala qədərdir. Yaxşıdır. Yaxşı kampaniyadır. Amma gəl də belə danışaq qızım. Mən səni oğluma alacağam. Biz bir ailəyik. Sən edə bilərsənmi ki, bir şey edəsən? Mən bu mopedi aparım. Sonra xırda biz artıq bir ailəyik. Mən sənin xəcalətindən çıxarım. Yəni ayağımı yerdən götürsün də. Amma dəyərli müştərimiz, təəssüf ki, şərtlərimiz çox şəffafdır. Yenə də şəffafdır. Həmişəki kimi şəffafdır. Amma unutmayın ki, mən bu yaşıma gəlmişəm. Mənim bir velosipedim də olmalı. Səni alacağım oğlumdur. Həyat yoldaşının səsini eşit. Cehizləri yeri, bahalı cehizləri al. Ata, Hə oğlum. sözcü soruşur ki, bugün hansı avtomobili yumağa aparsan? Bizim avtomobilimiz var. Qızdırman qalxıb yəqin dərmanını at. Xəstədir biraz, xəstələnibdir. Onunla bağlı. Mən gedim sizin şərtlərinizi yerinə yetirim ki, bu mopedi udmaq şansım qazansın. Mən biraz da qalsam, mən sizi ilişdirməkdən siz məni ilişdirəcəksiniz. Bayaq da güldün, inandın elə bildin ki, mənim avtomobillərim var. Yanılırsınız. Mən getdim, axmaq oğlu, axmaq. Mənə elə baxdı, sən görür ki...